Daha bir məlumatı nəzərinizə çatdıraq. Müsavat Partiyasının 3 əməkdaşı həbs edilib. Partiyanın Biləsuvar rayon təşkilatının üzvləri Ələddin Əsgərli, Qoşqar Nuralı və Cabir Vəliyev Biləsuvar rayonunda ofisantı döyməkdə təqsirləndirilirlər. Belə ki, Müsavat Partiyasının Biləsuvar rayon təşkilatı restoranlardan birində məclis təşkil edib. Məclisdə qonaqlara restoranın Orxan adlı ofisantı xidmət edib. Məclisin sonunda partiya üzvü Ələddin Əsgərli ofisantdan restoran rəhbərliyinə şikayət edib və ofisantın qonaqlara lazımi səviyyədə xidmət göstərmədiyini deyib. Nəticədə restoran rəhbərliyi Orxanın maaşını kəsib. Buna etiraz edən Orxan Ələddinə öz etirazını bildirib. Əsgərli, Qoşqar Nuralı və Cabir Vəliyev birləşiblər, ofisantı döyüblər və ona xəsarət yetiriblər. Faktla bağlı cinayət işi başlanılıb və iş məhkəməyə göndərilib. Məhkəmənin hökmü ilə Ələddin Əsgərli və Cabir Vəliyevin hər biri 2 il 3 ay, Qoşqar Nuralı isə 2 il azadlıqdan məhrum edilib və təqsirləndirilən şəxslər elə məhkəmə zalındaca həbs ediliblər.